Bismillahirrahmanirrahim. Allaha tövbə eləyin, Allahdan bağışlanma diləyin. Çünki həqiqətən günahlar insanı həlak edir. Həqiqətən günahlar insanı cəhənnəmə sürüklüyür. Və insanın, nəfsin ən şiddətli bəlaya çəkildiyi, imtihana çəkildiyi şey də qəflətdir. Ey İslamı iddia eləyən kəs, ey müsəlman, qəflətdən oyan. Oyan bu qəflət yuxusundan. Gecə, gündüz Rəbbə qarşı asiliklər edirsən, oyan. Və insanın qəlbinin ən şiddətli imtihana çəkildiyi şey də qəlbin daşlaşmasıdır. Hansı ki, günahlar aparır qəlbi daşlaşdırmağa. Haçan, nə zaman oyanassan bu yuxudan? Bu qəflətdən haçan oyanassan ki, Rəbbə boyun əyəsən? Namazın tərk olunmağı, ya namazda səhlənkarlıq, zəkatdan boyun qaçırmaq, orucda zəiflik, niyyətdə zəiflik, haçan qutaracaqsan bu qəflətdən? İnsanın başına gələn bütün bəlaları axtarsaz, səbəbi günahlardadır. Günahlar qəlbləri daşlaşdırır. Bax, öz əməllərini sorğu-suala çək hər gün. Nə qədər günahlar edirsən? Valideynin haqqına girməklə, atanın, ananın haqqını tapdalamaqla, ailə və uşağıva düzgün xidmət eləməməklə, onların haqqını tapdalamaqla, nə qədər günahlar edirsən Allah Taala'nın sənin üzərə qoyduğu vacibləri tərk eləməklə, nəinki nafilləri tərk eləmək. Və nə qədər vaxta qədər sən qəflət yuxusunda qalacaqsan. Bəyən sənə məlumdurmu ki, haçan sənə ölüm gəlib çatasıdır? Bəyəm Allah Taala səni xəbərdar mı eləyibmi ki, filan günə qədər sənin möhlətin var və tövbəyə müvəffəq olacaqsan ondan qabaq? Nə qədər bu qəflət yuxusunda qalacaqsan? Lakin Rəbbimiz Subhanahu wa Taala bəndələrinə o qədər rəhimlidir ki, o qədər mərhəmətlidir ki, bu qədər qəflətdə olan insanı, bu qədər günahlar eləyən insanın yenə bağışlanması üçün yollar qoyub. Və bu yollardan ən əzəmətlisi də tövbədir. Və Allah Subhanahu Taala bu barədə buyurur ki: "Və tubu ilallah cəmiən eyyuhəl muslimun, eyyuhəl mu'minun, ləalləkum tuflihun." Allaha hamılıqla tövbə edin, ey möminlər. Bu halda siz nicat taparsınız. Baxın, günahların sizin başınıza gətirdiklərinə, lakin sizin Rəbbinizə qarşı bu qədər asi olduqdan sonra Allah Taala'nın sizə açdığı yollara, sizin üçün tövbə qapılarına. Günahlar insanın başına gətirdikləri barəsində Allah Taala Quranda buyurur: وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Sizin başınıza nə gəlirsə hamısı əməllərinizin ucbatındandır. Öz əməllərinizin nəticəsidir. Lakin ayənin sonunda Allah buyurur ki, Allah Taala hələ çoxlarını bağışlayır. Yəni başınıza gələn bəzi günahların ucbatındandır. Hələ Allah çoxlarını bağışlayır, çoxlarını əfv eləyir. Əgər bütün elədiklərinin hamısı başınıza gəlsəydi, görün nələr olardı. Görün insan hansı gündə olardı. Şura surəsi 30-cu ayə. Ona görə hər bir müsəlmana lazımdır ki, islaha tələssin, tövbəyə tələssin, öz nəfsini dəyişdirsin və bilin ki, insanın baş etdiyi günahların səbəbindən ola bilsin ki, nəinki özünün, bəlkə də toplumun, cəmaatın başına bəlalar gəlsin. Lakin insan özünü dəyişərsə, haqqa yönələrsə, bu barədə Allah Taala buyurur: İnnallaha la yughayyiru ma biqawmin hatta yughayyiru ma bi anfusihim. Allah Taala bir qövmü dəyişməz, onların başına gələni onlardan götürməz, hətta onlar özlərini düzəltməyincəyə qədər. Əgər sən özünü düzəldərsənsə, nəfsini islah eləyərsənsə, öz içində İslam hakimiyyəti qurarsansa, Allah Taala'nın bütün əmirlərini tətbiq edib, bütün qadağanlarından çəkinərsənsə, o zaman Allah da başımıza gələnləri bizdən götürər. O zaman Allah Taala bizim toplumu, bizim cəmiyyəti islah eləyər.
O zaman insan qaranlıqdan nura çıxar. Ona görə ölüm vaxtın çatmazdan əvvəl sənə bəlli olmayan vaxtı, sənə məlum olmayan ölüm vaxtı çatmazdan əvvəl Rəbbivə tövbə elə, Rəbbivə qayıt. Necə ki, Allah Teala biraz öncə qeyd elədik, Nur surəsinin 31-ci ayəsində buyurur: "Və tubu ilallah cəmiən eyyuhel mu'minun la'allakum tuflihun." Hamılıqla Allaha tövbə eləyin. Yalnız bu halda siz nicat taparsınız. Həmçinin Allah Subhanahu wa Ta'ala tövbə etməyənləri zalimlar adlandırır. Zülmlə vəsf eləyir tövbə etməyənləri və buyurur ki: وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ. Höcürat surəsi 11-ci ayə. Kim əgər tövbə etməzsə, zalimlar məhz o kəslərdir. Həmçinin Allah Teala buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلْكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ. Təhrim surəsi 8-ci ayə. Allah Teala buyurur: Ey iman gətirənlər, Allaha ixlasla tövbə edin. Allah Teala buyurur: Təvbətən nəsuhə. Və diqqət edəsiniz, ayədə cənnətə girməyi Allah Teala tövbə ilə bağlayıb. Ayənin sonunda Allah Teala buyurur ki: Əsə rabbukum ən yukəffirə ankum seyyiatkum. Bu halda Allah sizin günahlarınızı əfv edər və sizi altından çaylar axan cənnətlərə daxil edər. Allah Teala cənnətə daxil olmağı bağlayıb günahların bağışlanması ilə, günahların bağışlanmasını bağlayıb tövbə ilə.